Salam əziz izləyicilərimiz və dəyərli şagirdlərimiz. Kanalımıza xoş gəlmisiniz. Bu gün biz sizinlə fonetika bölməsinə nəzər yetirəcəyik. Yəni fonetika nəyə deyilir və fonetikada hansı mövzular öyrənilir? Buna qısa bir nəzər yetirəcəyik. Demək əziz şagirdlərimiz, bildiyiniz kimi fonetika Yunan sözü olub. Yəni Yunan dilindən bizim dilimizə keçmişdir və fone səs, tika elm deməkdir. Yəni səslər haqqında elm deməkdir. Biz fonetikada tələffüz etdiyimiz səsləri, hərfləri öyrənirik. Və səslər nəyin içərisində yazılır, böyük mötərizənin içərisində yazılır, bunu öyrənirik. Hərflər neçə yerə bölünür, 2 yerə bölünür, saitlər və samitlər. Saitlərin xüsusiyyətləri var və samitlərin xüsusiyyətləri var. Hamısını biz fonetikada öyrənirik. Bundan əlavə olaraq ahəng qanunu, vurğu, heca kimi mövzuları da fonetikada öyrənirik. Bəs sonda nə olur? Sonda biz fonetik təhlil etməyi öyrənirik. Yəni fonetik təhlil etməzdən öncə bunları bilməliyik ki, fonetik təhlil bizə çətin gəlməsin. Fonetik təhlildə ən çox nəyə baxırıq? Sözün yazılışı, sözün düzgün tələffüzü, saitlərin təsnifatı, samitlərin təsnifatı. Saitlərin təsnifatı nə deməkdir? Yəni sait incədir, qalındır, açıqdır, qapalıdır, dodaqlanandır, dodaqlanmayandır. Samitlər, məsələn, hansı samit kardır, cingiltilidir, bunu öyrənirik. Yəni, əziz şagirdlərimiz, siz saitlərdir, samitlərdir, bunları öyrənməkdə tənbəllik etməyin. Çünki hər mövzuda demək olar ki, biz saitlərə, samitlərə nəzər yetiririk. Ahəng qanunudur, bundan başqa hecadır, sözlərin düzgün sətirdən sətrə keçirilməsidir. Bu kimi mövzular fonetika bölməsində öyrənilir. Bu gün biz sizinlə fonetika bölməsində hansı mövzular öyrənilir, onlara qısa şəkildə nəzər yetirdik. Növbəti videolarımızda digər bölmələrə baxarıq. İzlədiyiniz üçün çox sağ olun. Növbəti videolarda görüşmək üzrə. Sağ olun, salamat qalın.